birinci dəfə olaraq iki ölkə arasında Amerika və Azərbaycan gənc rəssamlarının belə bir gözəl sərgisi özdə çox yüksək professional səviyyədə sərgi keçirilir və ona görə mən əminəm ki, inşallah gələcək memarlarımız da çox gözəl, istedadlı olacaq və bizim Azərbaycanın gələcək memarlığı da çox parlaq olacaq. Мы очень рады, что у нас получился проект Снубар Арт Галлери, и что он прошел настолько успешно, и дети постарались работы. Наши проекты будут продолжаться, они будут расширяться, мы будем находить все более и более интересные темы, и эти проекты будут также и в Америке, и здесь. Мне очень понравилось. Я во многих студиях наблюдаю работы молодых наших художников. И что мне нравится, что здесь каждый ребенок, вот учителя, которые преподают здесь, они сумели сохранить в каждом ребенке вот его внутренний мир. Nübar xanım mənim üçün insanları, nəsilləri, mədəniyyətləri birləşdirən bir şəxsiyyətdir. Bugün burada onun təşəbbüsü ilə Azərbaycan və Amerika Birləşmiş Ştatlarından olan uşaqlar, rəssamlar, memarlar və pedaqoqlar bir məqsəd ətrafına toplaşıblar. Bu sadəcə sərgi deyil, həm də ölkələr arasında qurulan mədəni körpüdür.